məsələsinə. Sən bu ay sənin məsuliyyətin sınaqdan çıxır. Sən insan kimi birinci iradəni toplaya bilirsənmi? İkinci, sən o ruhunu qidalandıra bilirsənmi? İnanın ki, məsələn, mən əksər çalışmaları, yazıları, kitabları ən çox məhsuldar işlədiyim dövr Ramazan ayıdır. Evet. Və səbəbini özüm araşdıram nədir? Belə sadə vaxtda insanlarla görüşmək məcburi gedirsən, oturursan, məsələn, bir çay içirsən, 1 saat, yemək yeyirsən, 1 saat. Və sonra görürsən ki, biz il boyu nə qədər mənasız vaxt itirik. Məsələn, 20 dəqiqədə yeməyi yeyib qutarmaq olar, sonra daha səmərəli keçmək olar. Ya o çay içməyin proseduru azaltmaq olar. Bir də 5 dəqiqə çay içdin, getdin, qutardın. Və görürsən ki, Ramazanda sənin vaxt bolluğun yaranır. Və düşüncə olaraq sən daha çox oxumaq, daha çox yazmaq imkanı əldə edirsən. Demə, bu fürsət sənin məsuliyyətini artırır. Sən çünki nəyisə cəmiyyətə verməlisən, nəyisə yazmalısan, deməlisən. Və biz bu baxımdan hesab edirəm ki, insanları daha çox mümkün olan səviyyədə dürüstlük, mümkün olan səviyyədə faydalılıq və mümkün olan səviyyədə, yəni adi bir zəkatın prinsipi nədir? Yəni ki, malın olmalıdır ki, ondan nəsə verəsən. Və indi alimin hər zaman biz zəkatı mal üzərindən düşünürük. Həm də zəkat intellektdir. Nə mənada? Alimin malı yoxdur. Alimin zəkatı biliyini paylaşmaqdır. Hansısa bir düşüncəsini paylaşmaqdır. Bir yazarın istedadını paylaşmaqdır. Nə ilə paylaşacaq? Əsərlə paylaşacaq. Hamı, yəni biraz zəkatın təkcə mal üzərindən anlaşılması da doğru deyil. O baxımdan da biz, yəni bu Ramazan ayını o fürsəti doğru dəyərləndirsə, hər kəs özünə aid olan sahədə bunu dəyərləndirsə, məncə bunun sonra səmərəsini və insanlıq üçün faydasını daha çox rahat izah eləmək mümkün olacaqdır. Və buna saatlarla veriliş hazırlayıb, filan demək, addım atsan namaz pozular, filan demək, dənizə girsən, çimsən, yuyunsan filan olar, birdən boğazına su gedər. Ya bu qəfildən su gedə bilər, bu niyyətlə pozmursan ki, yəni hansısa bir şəkildə bu şeyləri biraz məhşət tərəfini bunun biraz adiləşdirmək lazım. Məhşət tərəfini biraz sadələşdirmək lazım. Bunun daha çox məsuliyyət tərəfini, mənəvi tərəfini, ruhani tərəfini bunu mürəkkəbləşdirmək lazım. Yəni ki, təkcə Ramazandan ibarət deyil. Ramazan sənin digər 11 ayda, o biri digər aylarda sənin eləyə biləcəyin intizamın davamı üçün burada sınaqdan çıxarır. Yəni, o bir aylarda yalan danışmaq caizdir. Yəni, Qədir günündən başqa, Qədir günü məsələn verilib, deyək ki, 23 il Quran nazil olub, 23 il müddətində gəlib. Sən Qədir günündə 3 günü ibadət elədin, kimi alladırsan? 3 günü, demək, bizdə də əhya deyilir, əhyaları tutdum, onu niyyət eləmişəm, əhyaları tutam. Bu 3 gün üzərində İslam qurulmur ki, İslam ömür boyu üzərində qurulur. Bəzən bizdə o yaxşı bir sual verirlər, kimə də sual verirlər, xoşbəxtlik nədir? Deyir ki, filan vaxt universiteti qutaranda özümü xoşbəxt hiss elərdim, mən ailə quranda xoşbəxt hiss elərdim. Amma İslam məntiqi nə deyir? Hələ ölməmişəmsə bilmirəm nədir xoşbəxtlik. Yəni, öləndə biləcəyəm ki, mən o boynuma insan kimi götürdüyüm yükümlülükləri, məsuliyyəti doğru daşıdımmı? Razı qalacaqmı məndən bu yükü səmimi, dürüst daşımağa görə? Faydalı insan oldummu? Və bu sualların cavabını səndən soruşacaqlar və hesab edirəm ki, biz yəni daha çox ruhani tərəfinə Ramazanın yönəlməliyik və onun maddi, deyək ki, görüntü tərəflərini biraz adiləşdirməliyik, bunu biraz bəsitləşdirməliyik.